Niyə burada olmaq istəyirsən? Prinsiplərimizə indi. Amma mənə heç vaxt yol göstərən olmadı. Bugün verdiyin hər səhv qərar, attığın hər səhv addım sabah sənə baha başa gələcək. Sayxanamı tanıyırsan, sabah gələrsən. Fərdi də gətir. Beğenirsən sən. Yanımızda olsalar yaxşı. Belə daha təhlükəsizdir. Mənim yanımda olan uşaqların dustağı ola bilməz. Necəsən? Oğlundan yumruğu yiyen ata necə olmalı ki? Mən mamanı elə vəziyyətdə görməsəydim, sənə əl qaldırmazdım. Cəmaatın üzünə baxa bilmirəm. Orada burada deyirəm ki, qızı evdən qovlamışam. Day demirlər, mənim özümü qoruyublar. Mən də cəmaatın üzünə baxa bilmirəm. Onun heç bir günahı yoxdur. Günah bizdədir. Biz vaxtında onunla maraqlanmalıydıq. Onun yanında olmalıydıq. Biz onu boş bıraxdıq. Bilmədik nə edir. Daşları necə gedir. O buna layık değildi. Biz niye normal aile olabilmedik? Sen vurduğuma göre mən bağışla.
Narahat olma, mən onların yanındayam. Bırak. İstəyirsən. Mən çox narahatam. Niyə, nə olub? Bura malı Kamran dağıdır. Məni bilmirlər. Mən bilirəm, bəs eləmir. Sən mənə səhv başa düşdün, qardaşım. Mənim sabah üstümə gəlsələr, mən neyniyəcəm? Mən deyə bilməyəcəm, bu Kazımın malıdır. Mən Kazımın malını dağıdıram. Başa düşürsən? Onda elə ki, ilişməyəsən. Sən bilirsən, mən gündə nə qədər stres keçirdir, hə? Azıq bilsə, bilməyəcək. Boyun çəkiblər. Özünüz demirdiniz ki, məktəblərə mal soxmaq olmaz. Kazım ona krişalıq edir. Ağına bozuna baxmır. Kimə gəldi, mal itələyir. Nə vaxtdan da faizə pulu verirlər? Bilmirəm, Murat. 1-2 il olar. Raufun da bu işdə əli olub. Mən başa düşəmirəm. Sənin başının üstündən iş görürlər. Sənin bundan xəbərin yoxdur, hə? Gördün də Muradda nədir? Göndərilən pulun yarısı sənə çatır. Qarıya da giriblər. Murat, birdən elə bilərsən, mən sənə padyankalıq edirəm, ha? Ayıb olar. Çerez Kazım nə divijen eləmsənsə, maraqla. Azıq, bir məsələ var, həll eləmək lazımdır. Bağışla mən, qardaşım. Bağışla. Bahar, ağlama. Götür iç. Sakit ol. İstemiyorum. Hiç olmayacak. Narahat olma. Ha. Dəqiq. Bugün yerin deşiyində də olsa tapılmalıdır və salam. Tapa bilmirlər. Uşaq mənəsi olub. Hiss eləyirəm. Bahar, qurban olum. Fikirləşmə belə şeylər. Heç nə olmayacaq. Görərsən sağ salamat qayıdıb gələcək. Mən bugün üçün deyirdim, bugün üçün. Zakir.
Elə bilirsiniz mənim o uşağa ürəyim yanmır. Mən deyirdim ki, 9-cu sinifdən sonra qoy Naxçıvanski hazırlaşsın, akademiyaya hazırlaşsın. Kişinin oğlu razılaşmadı. Günah bizim özümüzdədir. Gərək onun qulağını burub yola gətirəydik. İndi belə oldu da, kim istəyərdi belə olsun? Sən də bir dəqiqə dayan görək. Kim istəyərdi belə olsun? Bahar, Mən istəyirdim ki, atasının yolu ilə getməsin. Bu atasından da pis oldu ki. Ürəyim yaxşı deyil. Sevinç. gözlə sənə valeriyan gətirim. Bu numaraya zevk çatmır. Telefon ya söndürülüp ya da...
Sonunda evdeyim, sonu bilinmeyen yollardan uzağa, kaçarak evdeyim. Sonunda evdeyim, sonu bilinmeyen yollardan uzağa, kaçarak evdeyim. Balam. Ne olub sənə, hə? Adil. 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 Ne olub oğlum? Ne olub mənim balam? Bağışla bana. Can baba. Bağışla beni. Can baba. Ne olur bağışla. Can baba. Can. Sonunda evdeyim, Allah'ım sana şükür. sonu bilinmeyen yollardan uzağa, Sana şükür. kaçarak evdeyim. Sonunda evdeyim, sonu bilinmeyen yollardan uzağa, kaçarak evdeyim. Sonunda evdeyim. Necəsən? Sabahın xeyir olsun. Sağ ol, sən nətərsən? Şükür, yaxşı. Adili görməmsən? Yox, görməliyəm. Yox. Nə olub ki? Heç. Söz almamışsan, nə olub? Heç, gedərsən. Kişi deyirəm, nə olub, cavab ver də. Aramızda qalsan, atanın bir iki nəfərə borcu var idi. Adil bağladı. Nə qədər? 30 min. 30 min adil bağladı. Amma dedi ki, oğurluq pul deyil. Onu bilmirəm, amma hər nəticə axıra əvvəlinə ziblə düşəcək. Məncə problem olmaz olur. Bilmirəm da, uşağın başı çatmır, ağıllanmadı yox. Sağ ol. Sağ ol, ötərsən. Sağ ol sənin. Görüşərik də. Buna bax, özünə elə aparır ki, elə biri bunun... Ay kişi. Danışanda gör kimin haqqında var. Görmürsən neyini? Alo, brat, neynədin? Yo, 8 gecdir. Mənə tez lazımdır, tez. Bilmirəm, neyinsən elə həll elə. Alınmasa 8 eləyərsən. Tez elə, brat, gözləyirəm səni. Qulaq as. Çayxananı sənə tapşırıram.
yadımdadır 12 yaşım olanda. Məhəlləmizdə bir oğlan qalırdı. Adı Ceyhun idi. Təxminən 18 yaşı olardı. Çox yaxşı oğlan idi. Məhəlləyə demək olar ki, düşmürdü. Heç kəsdən də qaynayıb qarışmırdı. Dərsdən sonra ailəsini dolandırmaq üçün gedib işləyirdi. Bir özü idi, bir də anası. Məhəllədəki uşaqların ondan zəhləsi gedərdi. Fikirləşirlər ki, Ceyhun onları saymır, onlara yuxarıdan aşağı baxır. Onu çəkdilər qırağa, başladılar döyməyə. Düzdür, Ceyhun da cavab verirdi. Amma sən birinə cavab verirsən, ikisinə, üçünə, onuna cavab verməməsən ki. Axırda da bunu yıxdılar yerə, başladılar təpi ilə döyməyə. Elə döyürdülər ki. Mən də qıraqdan baxırdım. Elə bir moment oldu ki, Ceyhunla göz-gözə gəldik. Mən o vaxt fikirləşirdim ki, sakit dayanmaq daha yaxşıdır. Gördün, dinmə. Bir neçə ildən sonra özüm düşdüm davaya. 2 nəfər mənim üstümə cümmüşdü. Təbii ki, mənim onlara gücüm çatmadı. Bu vaxt kimsə girdi araya. Birinə bir şillə vurdu, obrisine bir təpi vurdu. Hər kəs bir tərəfə uzandı. Baxdım, kim olsa yaxşıdır. Ceyhun. İkinci dəfə Ceyhunla göz-gözə gəldik. Bunu sənə niyə danışdım? Mən də Ceyhunu yerdə görəndə heç nə demədim. Ceyhun da məni kömək eləyəndə, məni xilas eləyəndə heç nə demədim. Susmaqdan susmağa fərq var. Gərək indi elə düz hərəkət eləyəsən ki, gələcəkdə kiminsə həyatını xilas eləyə biləsən. Şəfqə xala, olar bir sual verim sizə. Ver. Satqın adama necə baxırsınız? Satqın nəyə deyirsən? Misal üçün, sir saxlamamalı. Əgər o sirrin sənə, ailənə, cəmiyyətə bir ziyanı varsa, elə o sirri açsan yaxşıdır. Bu satqınlıq deyil ki. Düzdür. Əgər sən yalan ifadə verirsənsə, bu cinayətə kömək etmək kimi qiymətləndirilir. Cinayətin üstü açılmayıbsa, sonradan etiraf edib istintaqa könüllü yardım göstərsən, bu hal cinayətdən könüllü imtina etmiş kimi qəbul edilə bilər. Ürəyimiz böyüdü, evlərimiz balaca. Gecə tezi əcəl bizi tapacaq. Biz nə yatdıq ki, nə yuxu görək.
Çalışdıq ki, hörmət qazanaq bir də çörək. Gecələr şəhərin gözləri yumulur. Meyid məkiddə, günah küçədə yuyulur. Yalanlar şirindir, həqiqətsə acıdır. Mikrayonda səhər açılır. Maddələr aparır ağıl. Ananın göz yaşı ağrıdan ağır. İndi qorxuların xəyallarından böyük. Sağlığında oldu dost cininə yük. Qumarda udan, həyatda uduzar. Evin yolunu itirmişik, düşmüşük uzaq. Pəncərəmdən göz eləyir ulduzlar. Bəlkə onların da mənə sözü var. Çəkilir göz sınağa, dönür söz silaha. Batıp amma günaha, ana olma narahat. Evə geç qayıtmaram, telefona çatmır zəng. evə geç qayıtmaram. Buludlar alıbdı qara Çəkilir rəng. göz sınağa, dönür söz silaha. Batıp amma günaha, ana olma narahat. Evə geç qayıtmaram, Telefona çatmır zəng. evə geç qayıtmaram. Buludlar alıbdı qara rəng. Dediklərimi yaxşı yadında saxla. Sən uzun müddət psixoloji kurs keçməlisən. Biz səni ciddi nəzarət altında saxlayacağıq. Başa düşdün? Başa düşdüm. Özündə biraz diqqətli ol. Sənə icazə verilən ərazidən qırağa çıxa bilməzsən. Yəni evdən. Azikə neçə il verəcəklər? Hansını deyim? 182-ci maddə. Hədə qorxu ilə tələb eləmə. İndi araşdırma aparılır. Əgər zor tətbiq edilibsə, 8 ildən 12 ilə kimi həbs. Bunu boş ver. 120.2.2 2 və ya daha çox adamı qəsdən öldürmə. 14 ildən 20 ilə kimi azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə. Bir sözlə onun oradan çıxmağı getdi. Ad günün mübarək olsun. Necəsən, nə var, nə yox? Yaxşıyam, sağ ol, sən necəsən? Sağ ol, mən də yaxşıyam. Bugün bilirsən də, Adilin ad günüdür. Təbrik elə. Gör, nə deyirəm, bəlkə sizi bağışdırım.
Denən də, ola indi bizim günahımız nədir? Biz səni qəbula düşə bilmirik. Hə? Salamatçılıqdır. Söz indi hamıya belə keykin baxacaqdır. Nəsə bir narahatam. Niyə ye? Nə olur? Hər şey qaydasındadır. Söz oldu, qutardı. Özdə nə eləmişsən, sən düz eləmişsən. Söz yox, biraz gec oldu, amma yaxşı ki, axırda gəldim mən deyənə. Sabir nə edir? Barışmamış hələ. Siz də barışın geçsin də. Sabir də yəqin ki, yaxşı olar. İşte axır vaxtları belə hamı hansıda ayrı-ayrı düşüb. Yəqin ki, yaxşıdır. Hamısı mənim günahım deyil. Gicləmə də. Bildik daha günündür. Öz daha gün demişkən, mən qala bilməyəcəm, gedirəm, yarışım var, amma bundan sonra öz aramızda belə səliqəli yuvarıq da. Elə istəyərdim gəleyim, amma özün bilsən də. Narahat olma, gəlmiş gün varsan. Qeyd amma medalsız qayıtma ya. 100%. Söz vermirsən. 100%, narahat olma. Sən elə bil ki, medal səndədir. Bax, getdim, götürdüm, gəldim. Bir dənə 5 ver. Al, gələm bura. Tez elə də. Gələm. Gələm bura. Gəl bir yerdə sən də. Davay, 3, 2, 1. Əsas təbrik Bahar xanımdan anadan gəlir. Mənim balam, o qədər həyəcanlıyam, amma danışacağım. Bilirsiniz də, anaların sevgisi başqa cür olur. Balanın ayağına dəyən daş ananın ürəyinə dəyir. İki dünya bir ola bu sevgini ananın ürəyindən heç kim çıxarda bilməz. Bunun da əvəzində ana balasından heç nə istəmir, heç nə gözləmir. Amma mən səndən bir şey istəyəcəm. Nə olursa olsun, heç vaxt düz yoldan dönmə. Bilirəm, o yol ağırdır, çətindir, əziyyətlidir. Amma o yol səni həmişə yaxşı yerlərə aparacaq. Allah sənin getdiyin bütün yolları uğurlu, işıqlı eləsin mənim balam. Təbrik edirəm səni. Yaxşı, var, gəl tortu kəs. Bayaqdan gözləyə qalmışıq. Çaylar. Təbriklər qardaş. Sağ ol. Sənə bilən şad xəbərim var. Mənə dedi ki, adımdan danışmaq istəyirəm. Ola blokat ver mənim. Barışmaq istəyən yazar da. Yəqin utanır da yazmağa. Gedəm ki, görüşdüyümüz yerdə gözləyəcəm, istəsə gəlsin. İndi? Yox, birisi gün. Nə vaxt olmadı? İndi də, hə? Çıx 2 dəqiqə gəl. Gözləyir orada. Cəmaat yığışı var bu. Cəmaatın başı görmüsən qarşılıdır. Tez get də gəl. Buradayım. Bu da mənim sənə ad günü hədiyyəm olsun. Bir daha təbrik edirəm. Barğalam, nəsə gətirin, kömək lazımdır. Bu boşqablardan az oldu. Mətbəxdə var, bir-iki dənə gətir də zəhmət olmasa.
Gör nə deyirəm, bəlkə sizi barışdırım. Lazım deyil. Yaxşı da gəlin bacı, naz eləmə də. İndi oldu, keçdi də. Sevgililər arasında həmişə belə şeylər olur. Sonra ikiniz də peşman olasınız. Olmarıq. Sağ ol. Ne yiyorsun ha? Ne yiyorsun ha? Ay! Ne oldu ha? Kalk da! Kalk burada beni! Hemşe vururdun, ne oldu? Kalkabilirsen! Ömür boyu beni sındırmaya çalıştınız. Sen de, Ferit de! Elinde imkan olsaydı Ferit'i de öldürürdüm. Ben bu hareketinde sizin namınızdan üstün olacağım. İşte benim! Azıcık sana salamı var. Bu dəfə deyəsən ölürəm. Tək mənəm ki, hamı qorxur ölməkdən. Bugün varsan, sabah yox və həmişəlik. Sabahdan heç nəyin dərdini çəkməyəcəm. Biraz keçəcək, hamı məni unudacaq, ailəmdən başqa. Ara sıra anam şəklimə baxıb ağlayacaq. Utanacaqlar yaşadıqlarımı yada salanda. Ona görə də tez-tez danışmayacaqlar haqqımda. Nə onlar danışacaq, nə başqaları soruşacaq. Beləcə unudulub gedəcəm. Mən öləndən biraz sonra hamının həyatı qaldığı yerdən davam eləyəcək. Sabiri tutacaqlar. Bir anada bədbəxtliyi dadacaq. Elnarə xoşbəxt olacaq. Ümid eləyirəm ki, ömrünün sonuna kimi arzuladığı həyatı yaşayacaq. İdris bütün imtahanları uğurla verə biləcək. İradəli çıxdı aramızda. Bircə oxuyan və yolundan dönməyən tək o qaldı belə baxanda. Ən yaxın dostum Fərid. O qələbə qazanacaq. Əslində istəyərdim onun uğurlarını mən də öz gözümdən görə bilim. Qazandığı ilk medalı da söz verdiyi kimi mənə bağışlasın. Alınmadı. Bilirəm, haqq nə vaxtsa öz yerini tapacaq, amma mən Maliki bağışlamışdım. O bir söz var, yaşatdığını yaşamayana qədər ölmürsən. Elə bil Azik haqda deyiblər.
o da əkdiyini biçəcək. Ən çox anama görə üzülürəm. Onsuz da atamdan sonra həyatı puç olan anamın həyatına bir də mən zərbə vurdum. Halbuki o xoşbəxt olmağa layiq qadındır. Ümid eləyirəm heç olmasa Azər mənim həyatımdan dərs çıxardar. Əgər bir gün yenidən doğulmaq mümkün olsa bu dəfə Ürəyimiz böyüdü, evlərimiz balaca. Gecə tezi əcəl bizi tapacaq. Biz nə yatdıq ki, nə yuxu görək. Çalışdıq ki, hörmət qazanaq bir də çörək. Gecələr şəhərin gözləri yumulur. Meyid məsciddə, günah küçədə yuyulur. Yalanlar şirindir, həqiqətsə acıdır. Mikrorayonda səhər açılır. Maddələr aparır ağıl. Ananın göz yaşı ağrıdan ağır. İndi qorxuların xəyallarından böyük. Sağlığında oldu dost cininə yük. Qumarda udan, həyatda uduzar. Evin yolunu itirmişik, düşmüşük uzaq. Pəncərəmdən göz eləyir ulduzlar. Bəlkə onların da mənə sözü var. Çəkilir göz sınağa, dönür söz silaha. Batıp amma günaha, ana olma narahat. Eve geç qayıtmaram, telefona çatmır sən. eve geç qayıtmaram. Buludlar alıbdı qara rəng. Çəkilir göz sınağa, dönür söz silaha. Batıp amma günaha, ana olma narahat. Eve geç qayıtmaram, telefona çatmır sən. eve geç qayıtmaram. Buludlar alıbdı qara rəng. Böyümüşük düz, böyümüşük səhv. Çevirməmişik yüz, çıxarmışıq dərs. Sürətimiz 100, bəlli deyil tərəf. İtirilmiş nəsil özün eləyir məhv. Özümüz cavanıq amma ruhumuz qoca. Balaca adamların kölgələri uca. Nəzər nöqtəsi dəyişib bucaq. Artıq sümüyə dirənibdir bıçaq. Həqiqət danışanda acı dillər susar. Maddiyatı qurban verdi nüfuza. Pəncərəmdən göz eləyir ulduzlar. Bəlkə onların da mənə sözü var. Çəkilir göz sınağa, dönür söz silaha. Batıp amma günaha, ana olma narahat. Eve geç qayıtmaram, telefona çatmır sən. eve geç qayıtmaram.